Yeni vloguma başlayıram. Çayımı süzmüşəm. Biraz çay içim burada. Sonra başlayayım evləri təmizləyim. Artıq saat hardasa 5-6'dır. Gün batmağa yaxınlaşır. Bazar günüdür, evdəyəm. Bu vlogu bazar günü çəkirəm. Əslində bazar günü mən vlogu yerləşdirməliydim. Sadəcə olaraq işlərim çox olduğuna görə çatdırıb vlog çəkə bilməmişəm. Məni bəzi xanımlar sağ olsunlar daimi izləyirlər. Buradan hər dəfə nəsə paylaşanda ilk şərhlərini görürəm. Həmin xanımlar sağ olsunlar. Kim məni izləyir, məndən maraqlı vloqlar gözləyirsə, mənim kanalımı paylaşın, dəstək olun. WhatsApp-ınızda paylaşın linkin. Ümumiyyətlə tanışlarınıza, bildiyiniz adamlara göndərin. Mənim kanalıma abunə olsunlar ki, mən daha da maraqlı vloqlar çəkeyim. Düzdür, hələ 1000 abunə olmamışam. Ancaq 1000 abunə olandan sonra ümumiyyətlə daha maraqlı, hamıya lazım olan, motivasiya verici və maraqlı bir vloglar çəkəcəm, paylaşacağım. Hələ ki mini keçməmişəm. Mini keçəndən sonra daha həvəslə çəkəcəm. Burada kuxunun pəncərəsi də açıq qoymuşam ki, hava bağlanır. Belə. Başlayaq. Çayımı biraz içib, sonra başlayayım. Yay gəldi, ən başlıca nəyin sezonudur? Qarğıdalının. 3 dənə qarğıdalı atmışam. Pişsin, biri Rahimin, Nilayım mənim. 3 dənə qarğıdalı qaynadıram. Yay gəldi, bizim sevimlimiz qarğıdalıdır. Ən çox da dənizə gələndə pişirib aparıram. Gedim bu qaynayana kimi gedim biraz evləri yığışdırım, təmizləyim. Səhər yerimdən duran kimi birinci yerimi yığmıram, gec yığıram. Qəfil işim çıxdı, ona görə ev belə dağınıq vəziyyətdə qaldı. Ümumiyyətlə ev səliqəsiz olanda mən evdə istirahət edə bilmirəm. Bilmirəm hamı da belədir. Evdə tör-töküntü olanda biraz səliqəsiz olsun, toz olsun. Mən evdə istirahət edə bilməyəcəm. Elə biləcəm ki, o toz məni yeyir, məni qıcıqlandırır. Nə qədər yorğun da olsam, evi təmizləyəcəm, ondan sonra rahat istirahət edəcəm. Düzdür, mən evi hər gün təmizləyirəm, ancaq bu iki uşaq evi elə pis günə qoyurlar. Elə bir ki, heç bu evə əl gəzdirməyiblər. Qızım da ki, maşallah olsun, nəyə götürsə yerinə qoymur. Orada özünə bir gövşə yaradır, burada özünə bir gövşə yaradır, evi dağıdır. Mən də yığışdırıram. Hər dəfə düzdür, arada deyinirəm, istənirəm ki, nə qədər olar eyni şeyləri görürəm. Arada heç olmasa özün dağıtdığın şeyləri özün yığışdır. O da eləyir, amma uşaqdır da, elə dediyim vaxt eləyir, sonra da unudur. Yenə də mən öz işlərimi özüm görməli oluram. Əslində mən bu saatlarda ev təmizləmirəm. Hər gün səhər saat 7-də oyanıram, maksimum 9-un yarısına qədər evdən çıxıram. O saatlarda da evi təmizləyə bilmirəm. Bina evidir, toz-toranı qoşsam səsi falan, səs mənə elə gəlir ki, narahatlıq verər. Yəni heç özümdə çatdıra bilmərəm. Çünki özüm hazırlaşıram, uşağı hazırla, elə vaxtı gücə çatdırıram. İşdən gəlirəm, günorta tez bazar təmizləyirəm. Elə xanımlar var ki, evdardılar, işləmirlər, amma evi dağınıq olur və rahat şəkildə evdə elə otururlar. Ancaq mən elə ola bilmirəm. Ev təmiz olmayanda əsas odur ki, pol təmiz olsun, toz olmasın heç bir yerdə. Olanda özümü narahat hiss edirəm, evdə diskomfort oluram deyim ki. Düzdür, demirəm mən belə təmizkaram, heç vaxt mənim evim dağınıq olmur, toz olmur, olur. Ən çox bəlkə də mənim evimdə olur, çünki yol qırağında yaşadığıma görə ev tez-tez toz olur, işləyirəm, 2 uşaq güclə çatdırıram, amma çalışdığım qədər təmiz saxlamağa çalışıram. Əgər olursa da belə məndən asılı olmayan səbəblərdən olur, amma adam da var ki, yəni vaxtı var, eləmir, sadəcə tənbəllik eləyir. Mən ən əsası da işlərimi əsəbi olanda, fikirli olanda, gərgin olanda, günlərlə görmədiyim, tənbəllik etdiyim, yorğunam, qalsın sabah falan dediyim işləri həmin anda elə görürəm ki, bir də baxıram ki, iş qalmayıb. Yəni özümə iş axtarıram ki, iş görəm. Beynimin içində o qədər danışa-danışa, yəni nə bilim, fikirləşə-fikirləşə işi elə görürəm, heç xəbərim olmur, heç yorulmuram da, daha da mənə enerji gəlir. Bütün işləri görürəm də elə olanda. Yəqin ki, bu bir çoxlarında belədir. Bu tək mən belə deyiləm. Rəhmətli mamam da belə idi. Bir dəfə gəldim ki, əsəbləşib, həyət, hər yer tərtəmizdir. Bu baxıram ki,
məndə də var. Əsəbi olanda ya çoxlu ev işləri görərəm, günlərlə, aylarla, yəni deyim ki, belə də, yəni çətin olan işləri həmin anda tez bazar görərəm. Bir də ki, çoxlu gəzərəm. Əsəbi olanda ancaq gəzmək istəyirəm. Yəni gəzmək deyəndə ki, harasa gedib əylənmək kimi yox, sadəcə düz yolu gəzmək istəyirəm də. Danışmadan, sakitcə əlim cibimdə düz yolu gəzim. Bu mənə çox yaxşı təsir edir. Yəqin ki, bir çoxlarınız beləsiz. Əsəb olanda gəzmək, o da adamı çox gözəl sakitləşdirir. Mən onu daha sonra internetdə psixoloqların yazılarında görmüşdüm ki, əsəbi olanda gəzmək insana çox yaxşı təsir edir. Baxdım ki, həqiqətən də öz təcrübəmlə o məndə var. Mən əsəbləşəndə sakitcə gəzirəm. Mən ev təmizləyənə kimi burada qaynayır, pişir. Biraz da qaynasın, kuxlanı da yığışdırım. Bazar günləri çox vaxt Turalın işi olanda uşaqlarla özüm oluram evdə. Ona görə də uşaqlar nə istəyir bişirirəm, rahat işlərimi görürəm. İndi evləri yığışdırdım, təmizlədim. Gördüyünüz kimi bir-iki paltar var idi, onları da ütülədim. Qarğıdalı da bişdi, verdim uşaqlara. Mən işlərimi görənə kimi gedirəm ki, Rahim yatıb. Nə qədər elədim ki, heç oyanmadı. Gecə də elə apardım, qoydum yerinə, elə yatıb. Səhərə yaxın saat 6-da oyanıb, imkan verməyib yataq. Çünki tez yatmış. Bağçaya getməyəndə gün ortalar evdə saat 4-ə qədər maksimum yatızdırıram. 4-dən sonra qoymuram yatmağa. Çünki gecə gec yatır, səhərdə tez durur. Bizim də rejimimizi körlüyür. Ölmüş olsun. Duzu var? Yox. Necə yəni yoxdur? Hələ buna baxın. Yatır. Gözü yuxudan açılmır. Balam. Dur, axşamdır. Müşinə qurban. Baxın, görün günəş necə gözəl batır. Balkonumuzdan gün batımı super görsənir də. Əladır. Bir dənə buram bu şeyini sevirəm. Başqa qalan şeyləri sevmirəm. Çünki yol qırağıdır, tez toz olur, səs çox olur. Ancaq belə bir dənə quşlar da uçuşur. Qəşəng. Gündə batımı, əla. Çayımı süzüb gələcəm indi. Kanalıma abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşərik.